Rusiyanın İrəvana qarşı çevirdiyi toplantıda açıq hədə Kreml Paşinyana barmaq silkələdi. Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası növbəti dəfə Ermənistansız keçirilib. Rəsmi İrəvan yenə nümayişkar şəkildə heç bir səbəb göstərmədən qurumun iclasını boykot edib. Rusiya isə fürsətdən istifadə edərək toplantını bütövlükdə Ermənistanın tənqidi, aşağılanması, onun daxili işlərinə qarışmaq üzərində qurub. Ölkənin Xarici İşlər Naziri Sergey Lavrov əvvəlcə Ermənistan Baş Naziri Nikol Paşinyanın kilsəyə qarşı mübarizəsinə sərt reaksiya verib. O, İrəvan hakimiyyətini ultimativ formada hədələyərək Erməni Apostol kilsəsi ətrafında münaqişənin həll edilməli olduğunu vurğulayıb. Nazir bildirib ki, Rusiya kilsənin əsassız hücumlara məruz qalmamasında maraqlıdır. Bəllidir ki, məhz Erməni kilsəsi Rusiyanın Ermənistanda əsas dayaqlarından biri olub və başladılan hərəkatın da başında məhz Kreml dayanır. Lakin Nikolun kilsəyə qarşı sərt addımları Kremlin planlarını pozub. Bu səbəbdən də Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasının böyük bir hissəsini erməni keşişlərin müdafiəsinə həsr edib. İrəvan da bu ittihamları cavabsız qoymayıb və Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Rusiyalı həmkarı Sergey Lavrovu Ermənistanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib. O, Rusiyanın bu hərəkatda roluna üstü örtülü şəkildə işarə edərək kilsə xadimlərini Ermənistanda siyasi proseslərə qatılmaqda və müdaxilə etməkdə günahlandırıb. Məlumat üçün bildirək ki, iyunun 26-sında Ermənistan İstintaq Komitəsi ölkədə terror aktlarının təşkili və hakimiyyəti ələ keçirməklə bağlı cinayət işinin iştirakçıları olan Müqəddəs Mübarizə Hərəkatının rəhbərləri və iştirakçıları arasından 15 nəfərin həbs edildiyini bildirib. Onların arasında Müqəddəs Mübarizə Hərəkatının lideri Arxiyepiskop Baqrat Qalstanyan, daha 2 din xadimi, Qondarma Artsaq Parlamentinin keçmiş deputatı David Qalsyan, ehtiyatda olan polkovnik Migran Maxsudyan, Daşnaqsütün üzvü İqor Sarkisyan var. Növbəti gün Şirak yeparxiyasının başçısı Arxiyepiskop Mikhail Acapahyan barəsində cinayət işinin açıldığı məlum olub. Onun saxlanılması üçün Eçmiədzinə Milli Təhlükəsizlik Xidməti əməkdaşları daxil olub, güc strukturları ilə toplaşan dindarlar və ruhanilər arasında mübahisələr baş verib. Daha sonra Acapahyan müstəqil şəkildə İrəvana İstintaq Komitəsinə gedib. Orada saxlanılıb. İyunun 28-də səhər tezdən məhkəmə onun 2 ay müddətinə həbsinə sanksiya verib. Arxiyepiskop ittihamı qəbul eləmir, vəkillər bu qərardan apellyasiya şikayəti verməyi planlaşdırırlar. Maraqlıdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əvvəlki iclaslarından fərqli olaraq bu dəfə zalda Ermənistan bayrağı da asılıb. Yəqin ki, Kreml bu addımla heç bir halda İrəvanı qurumdan kənar görmək istəmədiyini biruzə verməyə çalışır. Rusiya Xarici İşlər Nazirliyi bu məsələdə nəzarətində olan politoloq və ekspertlərdən yararlanıb. Məsələn, siyasi elmlər doktoru Alikbek Jevşenkulov Rusiya mediasına müsahibəsində xüsusi vurğulayıb ki, Ermənistandan alət kimi istifadə edilir. O bildirib ki, hədəf Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqını parçalamaqdır. Onun sözlərinə görə belə cəhdlər perspektivsizdir və Ermənistan rəhbərliyi xarici siyasət kursunu müəyyən edərkən cəlbedici, lakin aldadıcı vədləri izləmək əvəzinə ölkənin geosiyasi vəziyyətini nəzərə almalıdır. İttihamları bugün Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin rəis müavini Dmitri Masyuk daha sərt formada səsləndirib. O, nazirin ardınca Ermənistanı tez-tez öz milli maraqlarına ziyan vurmaqda, qərbə istiqamətlənməkdə günahlandırıb. Masyukun sözlərinə görə bu xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıqdan uzaqlaşmağa aiddir. Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın ölkənin daxili işlərinə qarışmaq cəhdinə sərt cavab verib. O, ölkə ərazisində Rusiya telekanallarının yayımının dayandırılmasının mümkünlüyündən danışıb. Hesab edirəm ki, biz Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini çox ciddi şəkildə müzakirə etməyə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə ziyan vurur, deyə Simonyan qeyd edib. O, Rusiyalı aparıcıları Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərərək atmosferi gərginləşdirən degeneratlar adlandırıb. Göründüyü kimi, Cənubi Qafqazdan birdəfəlik qovulmaq təhlükəsini hiss edən Rusiya bütün hücum ssenarilərini işə salıb, istəyinə nail olmadıqda isə çevriliş, hədə-qorxu ölkələrin daxili işlərinə qarışmağa çalışır. Hədəfinə çatacağı isə çətin görünür.